bizə qadınların pozulmuş hüquqlarını necə müdafiə edəcəkləri barədə çox vacib məlumatlar verəcək. Emin bəy, şiddətə, zorakılığa məruz qalan qadınlar ilk başda hüquqi cəhətdən nə etməlidirlər? Hansı addımlar atmalıdırlar? Ümumiyyətlə, pozulmuş hüquqların bərpası təbii ki, ilk olaraq onu deyim ki, konstitusiyamıza uyğun olaraq hər kəs qanun qarşısında bərabərdir. Çox gözəl bir təşkilat var. Bildiyiniz kimi, mən də həmən təşkilatda fəaliyyət göstərirəm. Ədliyyə Nazirliyinin qurumu var da. Orada artıq o saziş məcburi icra olunur. Emin bəy, mənə görə boşanmaların sayının artmasının səbəbi xəyanətdir. Siz bunun barədə necə Verilişdə düşünürsünüz? mən bunu burada desəm, biraz uzun olar. Əgər siz növbəti dəfə dəvət etsəniz, mən sizin tamaşaçılarınıza konfidensiallığı yenə də deyirəm, qorumaq şərti ilə onun əsas səbəblərini göstərə bilərəm, izah edə bilərəm. Dəyərli izləyicilərim, siz də sizə maraqlı olan sualları yazın mənə. Gələn verilişlərimizdə yenə Emin bəyi çox böyük şərəflə bura dəvət Hər şey edirik. qeyd olunmuşdur. Məncə onun özü böyük bir təkan olar. Bu çox böyük bir hədiyyədir, kiçik deyil həqiqətən mənim üçün. Çox dəyərli bir hədiyyədir. Təşəkkür edirəm sizə. Sağ olun. Uğurlu xeyirli olsun bir daha.